Azərbaycan Respublikasının əməkdar artisti, aktyor Rəşad Bəxtiyarov. Mən dünənimi atamın səhvlərinə, düzlərinə baxaraq yaşadım. İndi isə mən özüm atayam. Rəşad Bəhramoğlu Bəxtiyarov 25 dekabr 1978-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbəlik dövründə Milli Teatrın tamaşalarının kütləvi səhnələrində sözsüz rollar ifa edib. 2001-ci ildən teatrın truppasında fəaliyyət göstərib. Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində bir çox rollar ifa etmişdir. O cümlədən o, Bəyaz Həyat, Bir Anın Həqiqəti, Son Arzu, Məşədi İbad 94, Bir Ailəm Var və s. film və seriallarda çəkilib. Əməkdar artist Rəşad Bəxtiyarov 16 oktyabr 2025-ci ildə uzun sürən xəstəlikdən sonra 47 yaşında vəfat edib. Allah rəhmət eləsin.